Sumqayıtda Vətən müharibəsi şəhidi Rüfət Mustafayevə həsr olunan kitabın təqdimatı keçirilib. Tədbir Sumqayıt Muğam Mərkəzində təşkil olunub. Şairə Esmira Günəşin qələm aldığı və 44 günlük Vətən müharibəsi şəhidi Rüfət Mustafayevə həsr olunan Qəlbimizin zirvəsində yaşayan qəhrəman adlı kitabın təqdimat mərasimində rəsmi şəxslərlə yanaşı şəhid ailələri, qazilər, ziyalılar və məktəblilər iştirak edib. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi igidlikdən, əskər və zabitlərin qəhrəmanlıq sallanmasından danışıblar. Bildirilib ki, həmin şanlı müharibədə Azərbaycan əskəri böyük şücaət göstərərək işğal altında olan torpaqlarımızı azad edib və xalqımıza tarixi zəfər yaşadıb. Tədbirdə qeyd olunub ki, bu qəhrəmanlıq tarixinin yazılmasında minlərlə igid oğul kimi şəhid Rüfət Mustafayev də xüsusi şücaət göstərib. Kitabda onun həyat yolu, döyüşlərdə göstərdiyi igidlik, vətənə bağlılığı və qəhrəmanlıq nümunəsi bədii və publisistik dillə təqdim olunub. Qeyd edək ki, Rüfət Mustafayev 12 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qub adlı rayonundandır. O 2020-ci il sentyabr 27-sində başlanan Vətən müharibəsində iştirak edib və şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Təqdimat mərasimində şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Onun döyüş yolu və həyatından bəhs edilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsini xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.